Bəs İmam Hüseynin Məkkədə qiyam etməməsinin səbəbi nə idi? Ümumiyyətlə İmam Hüseynin Məkkəyə gəlmə səbəbləri var idi və niyə görə orada qiyam etmədi, sonra da oranı tərk elədi ümumiyyətlə. Lap qiyam etmədən də orada qala bilərdi. Bir halda ki, elə oranı səlah bilib gəlib də belə deyək. Amma məsələ budur ki, Məkkə şəhəri ilk növbədə Qurani-Kərimin Ali İmran surəsinin 97-ci ayəsində dediyi kimi, ora girən insanların, yəni təhlükəsizlikdə olması lazımdır. Belə bir buna işarə edir və İmam Hüseyn də düşündü ki, Məkkə şəhərinə getsə orada təhlükəsizlikdə olar, ona xətər toxundurulmaz və ondan belə məcbur elə bu saat beyyət elə deməz, vaxt qazanmış olar. İlk növbədə bu idi, öz təhlükəsizliyi üçün Məkkə şəhərinə getdi. İkinci səbəbi isə bu idi ki, Məkkə şəhərinə gəlməyini, Məkkə şəhəri gediş-gəlişli şəhər idi. Və orada çox insanlar gəlirdilər ziyarət üçün. İmam orada təbliğat aparıb Yezidin çirkin simasını insanlara tanıda bilərdi. Məkkə və onlar da oradan hər gün gedib gələnlər var deyə karvanlar gəlir gedir. Onlar da gedib öz məntəqələrində imamın söhbətlərini cəmaata çatdıra bilərdilər. Bu bir şeydir. Buna görə bundan əlavə dediyim kimi Məkkə şəhərinin rabitə kimi əlverişli bir belə deyək imtiyazı var idi. Çünki dediyim kimi, yəni gediş-gəlişli şəhər idi və hər gün ora müxtəlif şəhərlərdən gəlib gedənlər var idi. Başqa şəhərlərə nisbətdə Məkkə şəhərindən başqa şəhərlərlə əlaqə saxlamaq, rabitə saxlamaq asan idi. Kufə ilə, Bəsrə ilə, Yəmənlə hər gün gedib gələnlər var idi. Bu da bir səbəb idi ki, yəni ora daha yaxşıdır, Mədinədə amma onu bacarmazdı məsələn. Bundan əlavə hələ başqa yerlərdən də İmam Hüseynə təklif gəlməmiş. Yəni insanların hələ xəbəri yox idi hadisədən ki, Muaviyyə ölüb, indiki kimi deyil də, kanallar yox idi. Muaviyyə ölüb, Yezid keçib onun yerinə, cəmaatın xəbəri yoxdur. Ona görə hələ ona təkliflər də gəlmir və düşünür ki, ən yaxşı variant kimi mən Məkkəyə gedim. Məkkədə bəs niyə qalmadı söhbəti? Niyə oranı tərk etdi? Ümumiyyətlə orada niyə qiyam eləmədi? Elə Məkkədə eləyərdi. Bir halda ki, özü nüfuzlu şəxs idi. Gəldiyi vaxt Şaban ayına toxunurdu. Şaban ayında gəlmişdi Məkkəyə. Şaban ayında cəmaat hələ həccə 1-2-3 ay qalıb deyə karvanlar gəlib həcc ziyarətinə hazırlaşırdılar əvvəldən, bir neçə ay qabaqdan. Cəmaat, yəni İmam Hüseyn onlarla danışıb, cəmaatla danışıb, özü də nüfuzlu şəxsdir. Beyyət üçün də hələ yəni bir məcbur edən yoxdur, yəni vaxt qazanıb, vaxt var və Məkkədə qiyam qaldıraydı. Yəni bu sual ola bilər, amma məsələ budur ki, İmam Hüseyn öz maraqları üçün Allahın müqəddəs bildiyi şeyləri, bizim üçün müqəddəs bildiyi şeyləri ayaq altına qoyacaq şəxsiyyət deyildi. Hətta öz maraqları, ilahi maraqlar belə olsa, bunu etməzdi. Yəni bir sözlə bir dəyəri qaldırmaq üçün başqa dəyərin tapdaq altına düşməsinə imkan verməzdi. Məkkə şəhəri müqəddəs şəhərdir və təhlükəsizlikdə olmalıdır orada olanlar. Buna görə o oranın təhlükəsizliyini qorumaq üçün orada qiyam qaldırmadı. Əgər qiyam qaldırsaydı, Məkkə şəhəri mühasirə olunacaqdı. Orada hacılar öləcəkdi İmam Hüseynin qiyamının üzündən. Yəni günahsız insanlar öləcəkdi. Və üstəlik Məkkə şəhəri dağıdılacaqdı. Yəni necə ki, Abdullah ibn Zübeyrin vaxtında bu şey baş verdi. Yəni Kəbəni dağıtdılar belə, mancanaqlarla yerlə yeksan elədilər şəhəri. Yəni bu şey oldu. Ona görə orada qiyam etmədi. Amma tərk eləmək məsələsi, Məkkəni tərk elədi. Məkkəni ona görə tərk elədi ki, qulağına çatmışdı. Bəzi söhbətlərindən də biz tarixi kitablarda oxuyanda görürük İmam Hüseynin söhbətlərindən. Deyir ki, həmin o söhbətlərdən bilinir ki, dövlətin muzdurları ona qarşı terror aktı törətmək istəyirdilər orada. Qətlə yetirmək istəyirdilər İmam Hüseyni. Buna görə Məkkə şəhərində qalmaq fikrindən daşındı, yəni orada qalmadı. Kəbənin hörməti məsələsi oldu. Bəli, orada qalmadı və onu İbn Abbasa demişdi. İbn Abbasa da Abdullah ibn Zübeyrə də demişdi. Hər ikisinə də demiş ki, mən burada and olsun Allaha ki, mənim başqa yerdə öldürülməyim mənim üçün daha yəni əfsəldir. Məni burada öldürməsinlər. Mən şəhid olmaq istəyirəm. Hətta bunu arzuluyuram. Amma hər harda başqa yerdə öldürülməyim Məkkədə şəhid olmağımdan, öldürülməyimdən mənim üçün üstündür. Yəni Məkkəyə qan tökülməsin də bir sözlə.
Niyə? Bu da onun, İmam Hüseyn ağanın Allahın müqəddəs bildiyi şeyləri nə qədər müqəddəs, nə qədər ali, uca tutduğunu, yəni göstəricisidir, bəli.